İlk öncə dedim ki, mən özüm təbiət ki, təmkinli insanam, amma buna baxmayaraq da mən kifayət qədər özlərimdə işləmişəm. Əsasən də nizam-intizamda. Bu işə başlamaqdan öncə, yəni hər biriniz özünüzə məqsədlər qoymalısınız. Hər biriniz anlamalısınız ki, niyə görə bu işə başlayırsınız və siz hansı riskə gedə bilərsiniz. Bunları anlamaq sizə çox kömək eləyəcək. Çünki emosional baxımdan dözümlü olmaq, mən deyərdim, bəlkə də işin 40%, 30% belə təşkil edir. Çünki nə qədər bilikli olsanız da, nə qədər hazırlı olsanız da, o bir məqam ki olacaq. Siz yəni stres altında olacaqsınız və emosional bir qərar verəcəksiniz, hamısı sıfırlanacaq. İlk öncə anlamaq lazımdır ki, trading həmişə cazibədar bir sahə olub. Çünki orada yaxşı qazanc ola bilər, amma siz burada hamımız yığışmışıq. İndi vaxt gələcək, burada başlayanlardan cəmi 5% başlayacaq qazanmağa. Və o ki, dayananların əksəriyyəti məhz bu emosional səbəblərə görə dayanır.